Salam, hər vaxtınız xeyir olsun. Deməli, birinci sualdan başlayaq. 3-ün 8-ə kütlə nisbətinin kimidir? X, Y2 birləşməsinə. Eyni kütlədə götürülmüş birləşmələrdən reaksiya daxil olduqda 10 qram X artıq qalır. Bizdə də 3-ün 8-ə nisbətdə reaksiya daxil olsa, eyni nisbəti belə götürək. Deməli, 8-in 8-ə nisbət kimi götürsək. Bu da 3-ün 8-ə reaksiya daxil olur. Demək ki, bizdə X-dən 5 qram artıq qalacaqdır. 8 götürsək, 3 reaksiya daxil olacaq, 5 artıq qalacaq. 5 artıq qalanda əmələ gələn birləşmənin kütləsi 3/8, 11 qram olur. 10 artıq qalanda onlar 22 qram D variantı. Y-in kütlə payı 30%-dir. X3, Y4 birləşməsinə MX-in MY nisbətini hesablayın. Deməli, Y-in kütlə payı 30%-dir. 3Y-in kütlə payı 30%-dirsə, demək ki, yerdə qalan 70-də 2X-in payındadır. Bizdə də buradan alacağıq 21Y bərabərdir 6X-ə. 3-ü ixtisara aparsaq 7Y bərabərdir 2X şəklində yaza bilərik. Sonra yazılacaqdır X3Y4 birləşməsi. Deməli, X3, Y4-də MX-in MY-ə 3X-in 4Y-ə. Buradan nə ala bilərik biz buradan? Buradan ala bilərik ki, buradan 3X-in 1,5-ə vursak, 7-ni də 1,5-ə vursak, 10,5-dir. Deməli, bunu yazarıq ki, 3X-in yerinə yazarıq 10,5Y-in 4Y-ə nisbəti. Bu da, deməli, 2 dəfə artırsaq 21-in 8-ə nisbət olar. Cavab C variantı. Sabit temperaturda baş verdiyi qabın həcmini 2 dəfə artırsan hansı ifadələr doğrudur? Sürət sabiti reaksiyanın sürətindən, sürət sabiti deməli, ancaq təbiətdən, temperaturdan, bir də katalizatordan asılıdır. Qabın həcmindən asılıdır, ona görə dəyişməz. Qabın həcmi artırsa, S bərabərdir nü bölünsün V üstündən. V-miz artırsa, qatlığımız azalacaq. Qatlıq azalsa, reaksiyanın sürəti də azalar. İkinci ifadə düzdür. İkinci ifadə səhvdir. C-nun qatlığı azalar ifadəsi doğru olacaq. Cavab 1-3 C variantı. 34-cü sualda qırılan rabitələr. Qırılan rabitələr başlanğıc maddə tərəfdədir. Qırılan maddələr hansıdır? Karbon-karbon arasında 2 qat rabitəmiz qırılacaqdır. Tək qat rabitə qalacaq, yəni pi rabitə qırılacaqdır. Qırılan rabitə pi rabitədir 5. Daha sonra xlorun arasındakı rabitələr PP-nin bu cür örtülməsinə əmələ gəlir ki, bu da qırılan rabitələrimizin arasında olar. Bir də 3 olar. Cavab 3, 5, B variantı. Sonra gəldik 35-ə. Reaksiya tənliyinə əsasən eyni kütlədə götürülmüş CO2 qazlar reaksiyası maddələrdən biri tam sərf olunduqda 11 qram CO2 alınır. Bizim reaksiyamızda 56 qram CO, 32 qram reaksiya daxil olur. 88 qram CO2 əmələ gəlir. Deməli, biri tam sərf olunduqda 11 qram CO2 alınır. Əgər 11 qram CO2 alınırsa, baxın, 11 qram alınırsa, 8 dəfə azalılıbdır da. Onda deməli 56-dan da 8 dəfə az reaksiya girib 7 qram, 32-dən də 8 dəfə az 4 qram reaksiya daxil olubdur. Biri tam sərf olunur. Eyni kütlədə götürürük. Eyni kütlə şərtində biz 7 ilə 4 reaksiya girəcək, 11 qram alınacaq. Biz həmişə yadınızda saxlayın. Eyni kütlə şərti qoyanda bu cür məsələlərdə böyüyün kütləsindən 7 götürürük. Onda 3 qram O2-dən artıq qalar. Deyir ki, başlanğıc qarışığın kütləsi 11 qramdır. Xeyr, başlanğıc qarışığın kütləsi 11-dir. Çünki biz hər ikisini 7 götürmüşük. Başlanğıc qarışığın həcmi 10,5 litrdir. Buna baxaraq 1,4 litr oksigen sərf olunmuşdur. Bizdə 4 qram oksigen sərf olunur. 4-ü bölərik. Oksigenin kütləsi 32-yə. Vurarıq 22,4-ə. Bu da görək 1,4 edirmi? 23,4-ü bölək 8-ə. 2,8 eləyir. Bu səhvdir. Sərf olunmuşdur. Bizdə 4 qram sərf olunmuşdur. Bu səhvdir. 1-2 səhvdir. 1-2 cavablarını çıxsaq 3-4 olacaqdır. Deyir 70 kilojul sterik ayrılıb. Normalda 88 qram əmələ gələndə 560-dırsa 11 qram olanda x də bərabərdir. 8-ə böləcəyik. Bu doğrudur. Daha sonra başlanğıc qarışığın həcmi 10,5 litrdir. 28 CO-nun kütləsi 28-dir. Deməli, 28 qramın 22,4 litrdirsə, 7 qrama x yazırıq. X bərabərdir 5,6. Bu isə 2,8-dir. 5,6 ilə 2,8-in cəmi. Deməli, bir dəqiqə. Vurduq 7-yə.
böldük 28-ə bərabərdir 5,6 litr. Bu 5,6 litrdir. Oksigen isə oksigen də başlanğıc deyirsə, biz də oksigen axı 7 qram götürmüşdük. Onda 7 qram oksigeni əsasən hesablayacaq. 7-ni də bölərik. Deməli, oksigenin kütləsi 32-yə. Vurarıq 22,4-ə. Bu bizə bir dəqiqə. Deməli, biz 7 qram başlanğıc olaraq götürmüşük. 7-yə x yazarıq. 32 də 22,4 litrdir. 22,4-ü vurduq 7-yə. Böldük 32. Bu da bərabərdir 4,9 eləyir. İkisini də cəmləsək 10,5 eləyəcək. Bu ifadəmiz düz. Üçüncü dövrdə yerləşən normal halda cütləşməmiş elektron sayı valent elektronlarının 60%-ni təşkil edir. Cütləşməmiş elektron sayı 1s2, 2s2, 2p6, 3s2. Burada cüt elektronumuz var. 3p1 şəklində yazsaq, monovalent elektron sayı 3 dənədir. Tək elektron sayı da 1 olacaq. 3p2 yazaq. Tək elektron sayı 2, valent elektron sayı 4 bizə 60% verməz. 3 yazsaq, valent elektron sayı 5, 2 ilə 3-ün cəmi, tək elektron sayı 3, 60%. 3s2, 3p3-dən söhbət gedir. Bu, deməli, fosfor elementidir də 3-cü dövr 5 A yarım qrupudur. 5 adı və fosfor elementidir. Uçucu olmayan birləşməsi mövcuddur. Bu yanlışdır. 5-ci qruplar uçucu birləşmə əmələ gətirir. Baş oksidin formulu P2O5 bu doğrudur. Yəni bunu x-lə də deyə bilərik. Atom sayı 5-dir. P elektronlar sayı ümumi elektronların 60%-ni təşkil edir. P elektron sayı 6, 3, 9-dur. Ümumi elektron sayı da 15-dir. Vurarıq 100-ə. Bundan bu ixtisarca isə 3, 5, 60% təşkil edir. Bu da doğrudur. Maksimum hərcanlanmış halda S elektronun sayı 6-dır. Maksimum hərcanlanmada deməli 1s2, 2s2, 2p6, 3s1, 3p3, 3d 1-dir. S elektronlarının sayı isə 5-ə bərabərdir. Bu yanlış. Cavab 2, 3. X, Y, Z, T eyni dövrdə yerləşmiş elementdir. Nəcib yazı X sıra nömrəsi ən yaxın təsirsiz qadın sıra nömrəsindən bir vahid kiçikdir. Onda X-im düşür 7A'ya. 8-dən bir vahid kiçik 7A. T-nin normal halda 3 dənə cütləşməmiş elektron var. T 3 dənə cütləşməmiş elektron 5-ci qrupdadır. NS2, NP3. 5 A yarım qrupudur. Z-in sıra nömrəsi ən yaxın halogendən 2 vahid böyükdür. Halogen 7-ci qrupdur. 2 vahid olanda, 1 vahid olanda 8-ci qrup. 2 vahid, yəni 8-ci qrupdan da 1 vahid artırsaq 1 A yarım qrupuna düşəcəkdir. Y-in iyonlaşma enerjisi T-dən azdır. Y-in iyonlaşma enerjisi T-dən azdırsa, deməli, Y-in hardaydı? Y-in iyonlaşma enerjisi T-dən azdırsa, T onda normalda 5-ci qrupdursa, onda biz Y-i götürəcəyik 4-cü qrupdur. İyonlaşma enerjisi az olsun. Elementlərin nüvələrin yüklərinin artma sırasından düzün. Artma sırası Z, Y, T, X formasında yaza bilərik. Z, Y, T, X cavab Y variantı. Sonra ikinci birləşmənin formulu. İkinci birləşməyə baxırıq. Y-in kütləsi 16, X, Y2-dir. X, Y2-də X-in kütləsi, Y-in kütləsi 16, X-imizin kütləsi 6-dır. 6-dır. Onda bizə belə çıxır ki, 2Y 16-dırsa, bir dənə Y-im 8-dir. Sonra gəlirik bura, buradan baxırıq, Y gəldi, düşdü 4-ə, X də oldu, yenə 6. Onda X bir dənədir, Y 4-dürsə, Y 0,5-dir. Biz də 0,5 yaza bilmərik, hər tərəfi 2-yə vuruq, X2, Y formasında olacaqdır. Cavab D variantı. Elektron sayıları eynidir, bir birləşməsinə. Deməli, X müsbət 2, Y-dən mənfi 3-dürsə, bu X3, Y2-dir. Elektron sayı AA-dır, birləşmədə proton sayı. Bunun deməli, X-in elektron sayı A-dırsa, X-in proton sayı A çıxılsın. X-in A çıxılsın, 2 eləyəcəkdir proton sayı. Bunu vurarıq 3-ə. Üstə gəl 2 vurulsun. Y-in proton sayı A-dırsa, A üstə gəl 3, bu da bərabərdir 90-a. 3A çıx 6 üstə gəl 2A plus 6 bərabərdir 90. 5A bərabərdir 90-a. A da bərabərdir, deməli, 1, 40-da 18.
A18 eləyəcəkdir. Bizə proton sayını deyir. A18-dən bunun proton sayı, yəni N 16-ya bərabər olacaq. M-də 18-dən 2 çıxdıq 16. M neçəyə bərabər olacaqdır? M də 15-ə bərabər olar. Burada biz bir dənə yanlışlıq vermişik. Bu A plus 2 olmalıdır. Bu A çıxılsın 3 olmalıdır. Onda plus, bu da minus 6. Onsa cavab dəyişmir. Sadəcə burada bir fərqlilik olacaq. N eləyəcəkdir 20. M də 18-dən 3 çıxanda bunun proton sayı buradadır. 15-ə bərabər olacaq. Cavab A variantı. 40-cı sual. Müəyyən temperatur həcmi 2 litr olan qabda SO2 və O2 əlavə edilərək reaksiya aparılır. Reaksiyanı yazaq. 2 SO2 üstə gəlinsin O2 alınır 2 SO. 2 litrlik qabda 6 mol bundan götürmüşük, x mol bundan. Başlanğıc olaraq sərf və tarazlıq. Tarazlıqda 4 mol SO2 alınır. Əgər 4 mol SO2 alınırsa, demək ki, SO2 ilə O2-dən nə qədər sərf olunur? 2 molla 1 mol reaksiya daxil olur. 2 mol alınırsa, 4 molla da olanda, onda 2 mol O2 reaksiya daxil olur. 4 mol da SO2. 4, burada yazırıq 2. Aha, deməli, tarazlıqda qalacaqdır bu 2, bu x çıxılsın 2. Tarazi sabitinin qiyməti 8-ə bərabərdirsə, 8 bərabərdir. SO3-ün tarazlığı 4 bölünsün. Qabın həcmi 2. Qarşısındakı əmsalı kvadrat şəklində yazırıq. 2 bölünsün 2 vurulsun SO2 2 vuraq. 2 çıx 2 bölünsün 2. Yəni bu üstündən gedirik də S bərabərdir N bölünsün V. Buradan da x-in qiymətini tapırıq. Gəldik 41-ci suala. Kalsium karbiddə karbonun oksidaşma dərəcəsi. Kalsium karbiddə kalsium müsbət 2-dirsə, kalsium müsbət 2, karbon olacaq -1. Yəni A -1-ə bərabərdir. HCOOH-da hidrogen müsbət 1, oksigenlər -2, 4 dənə -2-miz varsa 4 dənə də müsbət 2 olmalıdır. Bu da düşəcək burada müsbət 2. Bu da müsbət 2-yə bərabərdir. B ilə ifadə eləsək, B müsbət 2-dirsə A -1-dir. -1-in üstünə 3 gələndə müsbət 2 olar. Y variantı. 42-ci sual. İkinci və üçüncü dövr elementlərindən bir hissə verilmişdir. Y və Z elementlərinin hər birinin neytron sayı proton sayından bir vahid çoxdur. Bunun proton sayını A götürsək, bunun aşağısındakı element A plus 8 olacaqdır. Yəni Z A plus 8-dir. Geriyə də saysaq 8, 7, 6, 5. Bu da olacaq A plus 5. Deyir ki, ikinci, üçüncü dövrələrin bir hissə verilmişdir. Y və Z elementlərin hər birinin neytron sayı proton sayından bir vahid çoxdur. Əmrə gətirdiyi birləşmənin molar kütləsini tapın. İkinci, üçüncü dövr. Deməli, bunları yazdıq. Deyir, Y ilə Z-in hər birinin neytron sayı proton sayından bir vahid çoxdur. Z-in protonu A plus 8 isə neytronu A plus 9. Bu neytron. Bu da protonu A plus, deməli, bizim olacaq A plus 8 tapdıq. Bu zaten bizə deyir ki, buranı A plus 5 kimi qeyd edir. Bu bizim ikinci, bir də üçüncü dövr elementidir də. Onda bura 2 yazaq, burada 3 yazırıq. Bu ikinci dövr 5-ci qrup elementidir. Nə gözəl. İkinci dövr 5-ci qrupdursa, ikinci dövr 5A. Heç buna ehtiyac yoxdur ki. Deməli, bizim x-imiz, ikinci dövr 5A-dırsa, bu oldu x. Bizdən y deyir. Y-ə baxaq bir dənə. Y-dən söhbət gedir. Y gedir. Deməli, üçüncü dövr 1-ci qrup. Üçüncü dövr 1-ci qrup 1A. Z də, deməli, yenə üçüncü dövr 5A. Başqa bir şey deyilmiş bu. 5A. Onda birləşmənin molar kütləsini hesablayaq. Deməli, birləşmə əvvəlcə belə olacaq. Y 1-ci qrupdursa 1 valentli, Z-in 5-ci qrupdursa valentlik 3. Olacaq Y 3 Z. Sonra bunların, deməli, baxırıq Y-nə. Bu Y 3-cü dövr 1A yarım qrupudursa, bu 3S1. Bunun proton sayı eləyəcəkdir 11. Neytron sayı bundan deyir proton sayından bir vahid çoxdur da. Neytron sayı 12 eləyəcək, nisbi atom kütləsi eləyəcək 23. Y-in nisbi atom kütləsi 23-dür. 23 vurulsun 3 üstə gəl. Keçdik Z-ə. Üçüncü dövr 5A-dırsa 3S2, 3P3-dür. Proton sayı 15-dir. Neytron sayı 16-dır. Kütlə eləyəcək 31. Vurdum 31-ə.
Deməli 49 ilə 31-in də cəmi eləyər 80. Burada bizə Y və Z. Y 3S1-dir, 11-ci element. Z də 3-cü dövr 3S2, 3P3, 15-ci element. 15, 16, bu 31 eləyir. Y də 1-ci dövr, 3-cü dövr, 1-ci qrupçu 3S1, 11. 11 neytron 12, 23. 23'ü vurduq 3-ə. 23'ü 3-ə vuranda eləyir 69. Üstünə də 31 gələndə eləyir cavab 100. Bir molunda iyon rabitə. Metal N, N'in yerinə 2 yazırıq. 2, P2, O7. Nə istəyir bizdən? İyon rabitənin sayı. Bu H4P2O7-dir də. H4P2O7. Yəni belə deyək, bu 4 hidrogenini itirdiyi üçün 4 valentlidir. Bu 4 valentli metalın da indeksinə 2 düşübsə, onda bu da metalın da 2 valentliymiş. İyon rabitənin sayı metalın valentliyinin sayına vurmaq lazımdır. 2-ni 2-yə vurduq 4. 100 dərəcə Selsidən 40 dərəcə Selsidə hansı maddə kondensləşər? Kondensləşmə qazdan mayeyə keçiddir. Hansında 100-də qaz halındadır? Bu qaz halındadır. Bu qaz halında deyil. Bu da qaz halındadır. Maye hala keçid. 100-dən 40-a gələndə artıq o maye halda olmalıdır. Yəni ərimənə qaynamanın x-i götürə bilərik. 80-dən aşağıya düşəcək, mayeleşəcək. Bunun 40-ı, bu 40-dadır. Bu 40-da da elə aqreqat halı qazda. Ona görə bunu götürməliyik. Cavab 2, Y variantı. 43-cü sual burada. 45-ci suala baxırıq. İyonundakı elektron sayından 12 vahid çoxdur. Bunun elektron sayı 9 çıxılsın -1 10-a bərabərdir. Ondan 12 vahid çoxdursa, demək ki, elektron sayı 22-dir. X müsbət 2-nin elektron sayı 22-dirsə, proton sayı eləyəcək 24. 24-cü elementdə də sıçrayış vardır. 3D5, 4S1. Eyni kütlədə götürmüş C3H6. Bu C3H6-nın kütləsi 42-dir. C2H4-ün kütləsi 28-dir. Eyni kütlədə götürsək biz 1,5 mol C2H4 götürərik. 28-i 1,5-ə vuranda 42 eləyir. 1 mol da C3H6 götürərik. Atomların sayı eynidir. 1,5-i vurdum 6-ya. Belə də 9. Burada da 3-ün üstünə 6 gələndə 9 eləyəcək atom sayı. Bu düzdür. Molekul sayı müxtəlifdir. Bəli, molekul sayları müxtəlifdir. Həcmlər bərabər deyil. Biri 1,5, biri 1 moldur. Yəni fərqli mol, fərqli həcm deməkdir. Cavab variantı. Reaksiyasında qabın həcmini 2 dəfə azaltdıqda reaksiyanın sürəti 8 dəfə artır. Qabın həcmi 2 dəfə azalırsa, qatlıq 2 dəfə artmış olacaq. Qatlığın 2 dəfə artması sürətin 8 dəfə artmasına səbəbdirsə, deməli bu 2 üstü əmsallar cəmi 3-ə bərabərdir. Biz avtomatik D variantıdır, B variantıdır, C variantı da əlləyirik. Sonra deyir ki, x-in qatlığını 3 dəfə azaltsaq, x-in qatlığını 3 dəfə azaltsaq, bura yazıram üstü A, biz artıq bilirik ki, bunun üstü cəmi 3 olmalıdır. Y-in qatlığını 3 dəfə artırdıqda 3C, reaksiyanın sürəti 3 dəfə artır. İndi biz burada əmsallar olmalıdır A, B-də, düzdür? Belə yazaq. A üstə gəl, B cəmi bərabər olmalıdır 3. İndi biz buradan eləsək, mənfi A üstə gəlinsin B, bu da 3 dəfə artır. Bunu indi biz necə eləyəcəyik? Bura baxırıq. Məsələn, x-i qatlığını 3 dəfə azaltsaq, 1 bölünsün 9 deməkdir. Y-i 3 dəfə artırmaq 3-dür. Bunlar ixtisar gedəcək, reaksiyanın sürəti 3 dəfə azalacaq. Bu cavabımız çıxdı. Cavab oldu Y variantı. Reduksiyacının neçə molunun oksidaşdığını müəyyən edin. Baxaq. Kalium müsbət 1, oksigen -2, manqan müsbət 7, xlor -1, kalium -1, xlor -1, müsbət 1, -2, 0. Deməli yazırıq ki, manqan müsbət 7-dən manqan müsbət 2-yə gəlir. 5 elektron. Bu bizim oksidləşdiricimizdir. Xlor -1-dən
Xlor sıfıra gəlir. 1 elektron indeksi 2-yə vurduq, elədi 2. Yerləri dəyişdik. 2, 5. Deməli, bura yazarıq 2. Onda burada 2 düşəcəkdir. Burada 2 düşəcək. Xlorun bura 5 yazırıq. 5 dəfə 2, 10. Bura düşər 16. Bura düşər 8. 16 dənə H xlorun neçə molunun oksidləşdiyini, yəni neçə molunun xlor sıfıra ki, 16 dənə xlorun 10 dənəsi gəlibdir. Neçə molu? 10 molu. Reaksiya tənliyinə əsasən Z üstəgəl 2. Baxın, burada Z var. Bu Z-i başa çeviririk. Başa çevirdikdə bu eləyir -540. Burada M bizə lazımdır, amma keçsin sol tərəfə, keçirdim sol tərəfə. Elədi plus. Vurdum 2'ye, 602'ni də 2'ye vuranda 1204 eləyir. Deməli, müsbət 1204 və tərəf-tərəfə toplayırıq. 1204'ün üstünə də 540 gəlirik, yəni 1204'dən 540'ı çıxırıq. 4, 6, 11, 664 Y variantı. Euler Venn diaqramına əsasən müəyyən edin. 30-cu element isə 4S2, 30-cu element 4S2, 3D 10'dur. 20-ci element 4S2'dir. 4-cü dövr elementlərdə hər ikisi ortaya 1. Normal halda S elektronları bütün elektronların 40%-ni təşkil edir. S elektronları deyəndə təbii ki, biz bunları artıq başdan yazmalıyıq. 1S2, 2S2, 2P6, 3S2, 2, 4, 6, 8 dənədir. Ümumi elektronda 30'dur. Burada yoxdur. 20-ci elementi yazsaq 1S2, 2S2, 2P6, 3S2, 3P6, 2, 4, 6, 8. Ümumi elektronda 8'i də 20'yə bölüb 100'ə vuranda 40%. Bu bizim 20-ci elementimiz kalsium aiddir. Cütləşməmiş elektronu yoxdur. 4S2'də də cütləşməmiş yoxdur. 4S2 3 yanında da cütləşməmiş yoxdur. Ona görə 3 ortaya. Normal P elektron bütün elektronların 40%-ni təşkil edir. P elektronları deməli bu birisi üçün yoxlasaq 2P6'mız var 30-cu elementdə. 3P6'mız var, yəni 12 dənədir. Ümumi elektronda 30'dur. Vurdum 100'ə, bu bizim 40% təşkil edir. 4 də bura uyğunlaşar. 1'ə 4, 2'yə 1-lə 3, 3'ə 1-lə 3 daha doğrusu, 2'yə də 2 cavab B variantı. X neytronların sayı 45'dirsə, 80'dan çıxdı 45'i. Bunun proton sayı bizə verəcəkdir 35. 35'dirsə 4S2, 3D10 30'dur. Bir də 4P5 yazırıq. Cütləşməmiş elektronların sayı 1'dir. Bütləşməmiş elektron sayı P'dəki bir dənə elektronumuz cütləşməmiş olacaqdır. Çünki 3D10 cütləşir 1. Deməli 1. Sonra 5. P orbitallarında olan elektronların sayı. P elektronlarında olan 2P6'sı var, 3P6'sı var, bir də 4P5 var. 6, 6, 12, 5 də burada 17. Sonra gəlir S orbitallarındakı elektron sayı. 1S2'si var, 2S2'si var, 3S2'si var, 4S2'si var. Bu deyilir 8 cavab Y variantı. 52. Rabitə əmələ gətirən elektronların sayı. Deməli, CH 3 qat rabitə C, CH 2 qat rabitə CH2. Rabitə əmələ gətirən elektron sayı isə bütün rabitələri açırıq. 1, 2, 3, 4, 5, 6. Bir də hidrogenləri götürsək 7, 8, 2-dən də burada 10. Bizim 10 dənə rabitəmiz var. Demək ki, elektron sayı 20 eləyəcəkdir. Belə də 20. Polyar kovalent rabitə karbon hidrogen arasındakı rabitədir. 4 dənə hidrogenim var, 4. Qeyri-hibrid orbital deyəndə 4 dənə hidrogenim, bir də pi rabitənin 2 müslü, 3 dənə də pi rabitəm var, bu da elədi 10. 24, 10. Cavab variantı. Həcmi 2 litr olan qabda reaksiya baş verir. Amonyaka görə sürət 0,1 olursa 20 saniyədən reaksiyadan alınan suyun kütləsini tapın. Amonyaka görə sürət 0,1-dirsə, görə amonyak 0,1 bərabərdir. Amonyakın molunu tapaq. Nü. Yəni düsturumuz belədir də, V bərabərdir. Delta nü bölünsün. Delta V vurulsun T-dir. 2 nü bölünsün. 2 vurulsun 20 saniyə 20. Nünü isə tapırıq.
4. Deməli 4 mol amonyak sərf olubdur. 4 mol amonyak sərf olub. Onda 6 mol da H2 əmələ gələcək. Suyun da kütləsi 6 vurulsun 18. Bu da 108-ə bərabər olar. Gəldik bura. İstilik effekti, uzun oksidaşması, udulması. NO'ya oksidaşması zamanı azotun NO'ya oksidaşması zamanı azotun NO'ya oksidaşması. Deməli biz buradan nəyi tapa bilərik? NO'nun əmələ gəlmə istiliyini tapmaq olar. NH3 verilib, H2O verilib, istilik effekti 908-dir. 908 bərabərdir. Birinci bu reaksiyanı əmsallaşdıraq. Deməli bura 4 düşür. Burada 4 düşür. Bura 6 düşür. Burada 5 düşür. 4 NO'nun əmələ gəlmə istiliyi 4x üstə gəl. 6 H2-nun əmələ gəlmə istiliyi 6 vurulsun 242. Çıxaq. O2-nin əmələ gəlmə istiliyini 0 qəbul edirik. Bəsit maddələrdə 4 vurulsun 46. Biz buradan x-i NO'nun əmələ gəlmə istiliyini tapırıq. Deməli buradan elədi 90. Sonra azotun N2 plus O2 əmələ gəlir NO. Bu da belə. NO'nun əmələ gəlmə istiliyi 90-dırsa, reaksiyanın istilik effekti eləyəcək 180. Bizdə 22,4 litrdir. 22,4-ün istilik effekti 180-dırsa, 5,6-ya da x-dir. X də bərabərdir 45-ə. Hansı NO2-nin miqdarı qrafikə uyğun dəyişər? NO2-nin miqdarı azalıb. NO2-nin miqdarı azalıbsa, deməli NO2-nin alınması x istiqamətə yox, əksi istiqamətə yönəlibdir. Bu istiqamətə. İndi biz NO əlavə etsək, NO əlavə etsək NO2-nin artması istiqaməti olar. Qabın həcmini artırsaq, həcmin çox olduğu tərəfə yönələcəkdir. Həcm də NO ilə O2 tərəfdə çoxdur. Ona görə 2-ni götürə bilərik. Sistemdən O2-ni çıxarsaq, yenə O2-nin özü tərəfə yönəlir. Bunu götürürük. NO2-ni çıxarsaq, NO2-nin özü tərəfə, yəni NO2-nin artması istiqamətə yönəlir. Müsbət 2-dür. Temperaturu artırsaq, bəli, mənfi 2 tərəfə yönələcəkdir. Bu da bizə belə lazımdır. Cavab 2, 3, 5. Qarşının orta molyar kütləsi. NO2 CH4 qaz qarışığı molekul sayı adı, qarışıqdakı atom sayı da 4 adı. Deməli NO2 və CH4. Orta molyar kütlə adı, molekul sayı adı. Yəni bunların ümumi molu A-ya bərabərdir. Ümumi A-ya bərabərdir. Atom sayı da 4 adı. Belə eləyək. Bunu x götürəm, bunu y götürəm. X plus y cəmini bərabər eləm A-ya. Atom sayı 3x plus 5y də bərabərdir 4,6. Bunu buradan əvəzləyirəm. 3x üstə gəlinsin 5y bərabərdir 4,6. X plus y. Deməli 1,6x bərabərdir 0,4y-ə. Y də bərabərdir 4x-ə. Demək ki, NO2 orta molyar kütlənidir tapdı, düzdürmü? NO2 sadəcə x-dir, CH4 4x-dir. M ortanı tapırıq, bərabərdir. X vurulsun 46 üstə gəl 4x vurulsun 16 bölünsün x plus 4x. 46x ilə 60-da 110 x-i də bölsək 5x-ə, bu da bərabərdir 22. Kükürt yalnız reduksiya olunur. Kükürt həm oksidləşir, həm reduksiya olunur. Kükürt mənfi 2-dən, daha doğrusu kükürt bəsit halda 0-dır. 0-dan mənfi 2-yə gəlirsə, bu olur oksidləşdirici, reduksiya olunur. 1A. Kükürt 0-dan mənfi 2-yə gedir. Bir də müsbət 1, mənfi 2, müsbət 4-ə gedir. Həm oksidləşir, həm reduksiya olunur. B. Kükürt 0-dan müsbət 4-ə gəlir. Bu oksidləşir. C. Kükürt 0-dan mənfi 2-yə gəlir. 0-dan mənfi 2-yə gedirsə, bu oksidləşdiricidir, reduksiya olunur. D. Kükürt 0-dan mənfi 1 müsbət 6-ya gəlirsə, bu da olacaq Y. Sonra, deməli burada 3s2 3p1-dir. X 3s2 3p1-dirsə, deməli bu ikinci dövr, bu üçüncü dövr, bu da dördüncü dövrdür. 2s2 2p1-dirsə, bu 2, 3 adı, onda bu da 2 adı.
Deyir x-in qısa elektron formulu tapın. X-in qısa elektron formulu 2s2. X-in qısa elektron formulu bizə başqa sual deyir. Bir dəqiqə. 58. Z dövrü sistemi qrupunda dövrün nömrəsini tapın. Z-i. Z-i deməli tapdıqda 4-cü dövr 4s dövrü və qrupu, dövrü sistemdə 4-cü dövr, qrupun nömrəsini yazın. 4-cü dövr neçənci qrup olur? 2A. 2A. Proton sayı neytron sayına bərabərdirsə, oksidin ismi molekul çözür. Bu ZO-dur, yəni çünki ikinci qrupdur. 56, 40 proton sayı eləyəcəkdir. Bunun Z-in kütləsi eləyəcək 40, üstünə də 16 gəlsə eləyər 56. Bu birisində 59. Əmələ gətirdiyi birləşmə. Deməli Y bu bizim neçənci qrupumuz idi? Bu bizim 3-dür. Bura olacaq 4, bura olacaq 5A. Y 5-dirsə, Y 5A-dır. Z də 2A-dır. Onda birləşmə olacaq Z 5, yox Z Y-dirsə, Y 5-ci qrupsa bunun 3-ünü götürdük. Z də olacaq 2. Atom sayı da 5-ə bərabər olacaq. Y atomunun cütləşməmiş elektron sayı. Y neçənci oldu? 5, 3-cü dövr. 5, 3-cü dövrdürsə 3s2, 3p3-dür. Normal halda cütləşməmiş elektron sayı. Normal halda cütləşməmiş elektron sayı 3-dür. Natriumla əmələ gətirdiyi birləşmə natrium 3Y olacaqdır.